İşte. İndi biz bunu zaten xətlərin kəsmişdik. Yəni bunun dizaynına baxırıq. Deməli, mənim sxemdə düzəltmək istədiyim bir şey var. Hər şeydən qabaq. Hər şeydən qabaq istəyirəm burada GND təşkil edeyim bura. Nəyə görə? Nə qədər bərk tutsa, o qədər yaxşıdır deyə. Götürək bunları. Bunların hamısını ona görə birləşdirir ki, bunlar əslində onun qıraqda olan ayaqlarıdır. Düzdürmü? Biz danışmışdıq bu arada dərslərimizdə. Qırağında olan ayağıdır. Qıraqlarda da olan ayaq biz istəyirik ki, minusa düşsün. Minusda qalsın ki. Bəli, tam tutsun da onu. İndi gəlirik ondan sonra bura. Gəldik mi bura? Buradan da bunların hamısını verdiyi GND-yə. Qəşəng şəkildə tutdu. Hər şey yerləşdi. İndi kritik nədir? Bir dənə elə sxemin özünə baxa-baxa analiz edək də. Kritik olan şey nədir? Bu xətlərin bir-birlərindən çox da uzun olmaması bizim üçün kritikdir. Buradakı bu işarələdiyim xətlərin bunlar. Aydındır. Daha sonra bu kristalın maksimum bu mikrosxemə yaxın olmasıdır. Nəyə görə? Çünki uzanır, uzandıqca da o siqnalı göndərir. Hər dəfə tak siqnalı göndərir. Göndərdiyi tak siqnalı yolda qırılır qalır deyə biz də bunu istəmirik. Eyni ölçülərdə hər bir ümumiyyətlə onun xətləri də eyni ölçülərdə olsa nə gözəl. Ən gözəli odur. Yəni bu xəttlə bu xəttin uzunluğu bərabər olsa lap gözəl. Ola bilməsə belə, heç olmasa yaxın olsun. Biz hal-hazırda sxema baxıb orada biz PCB-də nələrə diqqət eləməliyik ondan danışırıq. Aydındır. Burada belə bir şey var. NC ayağı not kontakt deyil bunda. Kontaktdır mənim. Prosta aşağıda ECBD-də 33-dən qeyd eləmişəm də onu. Yox, bəs burada NC ayağı da bunun boş ayağıdır. NC boş deməkdir, not kontakt deməkdir. Bu ayaq necə olur şey bir? Bircə saniyə bir sxemində analiz edək bunu. Bunlar NC-dirlər, bunlara heç nə qoşulmamalıdır. Tabelalar olmalıdır. NC fikir ver. Bu iki kontakt B versiyasından əvvəl 1.8 volt gücündə idi. Yeni dizayn da bağlantısız olaraq qalmağı tövsiyə olunur. Görsənmi? Aydın mənim. Buna ehtiyac yoxdur. Bunlara ehtiyac yoxdur. Bir də nə gördüm səndə? Sxemi çəkmirsən, çox gözəl. Amma istifadə eləmədiyin ayaqlara X atmamısan. Bunlar çox vacibdir. Niyə vacibdir? Çünki bax DRC eləyəcək də birazdan, düzdürmü? Səhv tapacaq. DRC-də bax həmin ayaqları bax səhv kimi göstərir. Demək ki, bundan sonra necədir? Hər hansısa bir sxem tapmışıqsa da belə, gedib onun datasheetindən baxmalıyıq ki, bura bu şey doğrudan da qoyulmalıdırmı, yoxsa yox? Çünki bizə hər şey nə deyir? Datasheet deyir. Tamamdır. Baxırıq. Deməli, nə dedik? Notlarımızı necə aldıq? Kristalı yaxın qoyuruq. Çalışdığımız qədər data pozitiv, data negativ xəttlərini bir-birlərinə yaxın ölçüdə çəkirik. Yəni tutalım birinin uzunluğu 1 sm-dırsa, o birisinin də 1 sm olsun. Uzun biraz da uzun ola bilər, amma biri aydan, biri çaydan gəlməz. Aydındır. Əslində bir dənə kondensator burada çox azdır. Mən məsələn tövsiyə eləyərdim ki, bunu belə götürək. Hətta bir dənə də fərqli dəyərdə qoyaq. 2 dənə də fərqli dəyərdə qoyaq. Bu neçə ölçüdədir bunlar? 0.6-0.3-dür. 2 dənə də kondensator və kapasitor qoyaq. 1 mikroluq. Standartdır da yəni bunları artıq. Mən burada qütbə də qoymaq olar məsələn. Qoymaq olar, amma yəni nə ehtiyac var ki? Sadəcə digitaldır da yəni. Amma biz PCB tərəfinə odaqlanmaq istəyirik deyə məsələnin bu dəqiqə. Daha sonra bunu bir dənə qayıdıb sərgiyə salarıq. Yaxşımı? Daha sərgəli halda eləyərik. Əla. Artıq kondensatorlarda qoyduğumuza görə bypass, yəni ripple'lardan da şeylədik. Özümüzü qoruduq. Düzdürmü? Tamam. Bunları da etdiyimizə görə artıq nə edə bilərik? Bir buradakı bu cəngəllikdən azad olaq. Don't save.
da onu çəkmək ehtiyacım. Buradakı cəngəllikdən də azad olduğumuza görə bir dənə alt i edirik. Keçirik bunun PCB tərəfinə. Sən çəkdiyin PCB-nin üstünə gələcək hər şey. İndi biz onu təmizləyəcəyik, problem yoxdur. Bəli. Ara məsafələri də düzdür hamısını. Bərabər. 1.3'lü 1.5 eləyək, biraz yuvarlaq rəqəm alsın. Bu optimal variant budur deyəcə belə olsun. Bunları biraz belə... Mən o xəttlərin uzun olması nə problem yaradır? Xəttlərin uzun olması, differential pair məsələləri var. Diferensial bərabərlik məsələləridir bunlar. Bu məsələlər bizə nə deyir? Məsələ bizə onu deyir ki, bu tipdə data minus RS485 CAN protokolu və ya diferensial protokollarda mümkün qədər xəttlər bir-birlərinə bərabər olmalıdır. Bərabər olmasa siqnalda itkilər yaranır. Çünki voltajda itkilər yaranır. Yəni bir xətt o biri xəttdən uzun olarsa, o xəttin üstünə düşən küylənmə artır deyə. Məsələn, Ethernet kabelləri var, görmüsən onları? LAN kabellər. Məsələn, Ethernet kabellərində necədir? Xəttlər bir-birlərinə yaxındır, burulub bir-birlərinin üzərində, düzdürmü? Orada da eyni differential pair məsələsindən gedir söhbət. Yəni bir-birlərinə müəyyən bir yaxınlıqda və eyni uzunluqdadırlar. O xəttləri bir dəfə yoxla, birini kəs qısa ilə tax. Gör nə baş verəcək? Mütləq parazitlənmə görəcəksən. İndi bir ölçümüzü müəyyən edək. Görək ölçümüz nə boyda gəlirik burada. Ortalayın. Buradan bərabər şəkildə xətt gətirə biləcəkmi? İndi o sual altındadır. Daha yaxşı olmadı mı? Neynədiyim? Bunları ortaladım. Gətirirəm buradan biraz yer açıram. Niyə? Ona görə ki, nə ehtiyac var bu mənim miləmin olsun? Çünki reallıqda o həmin hissə korpusaya düşəcək. Bəli, bəli. Gəl, baxın. Burada bu tipdə şeylər var. Zaten bunun tutacaq yeri buradır. Sən bura plata çəksən də belə, biraz arxa fonda bunu açsın, rəngini ki, rahat görək. Bura plata çəksən belə, sən buradan heç nə tutuş əldə eləmirsən. Aydın mənim. Yəni, boş yer olur. Bəli, hətta mən təklif edirəm ki, nə edə bilərik? Platanı buradan belə kəsə də bilərik. Plata, məsələn, bu tipdə olsun. İndi sadəcə line olaraq görsədirəm. Amma bu şəkildə də eləyə bilərik platamız. Belə. Aydın mənim. İndi sonda ona qərar verərik. Gəlirik roota. Rootdan differential pair routing yazırıq. Tıkladıq mı buna? Gəlib burada birinə tıklayırıq. Deyir ki, burada diferensiallıq yoxdur. Sən sıfırdan diferensiallıq yaratmalısan. Razısan bundan? Deyirsən ki, bəli, razıyam. Razıyam deyəndən sonra deyir ki, okey. Bax, bu xətti seçdim. Bu bir dənə xəttindir. O biri xəttin hansıdır ki, eyni ölçüdə olmalıdır. Sən də gəlsən bura, click to select network. Gəlsən bura, bu dəfə də bu birisini seçirsən. Hər iki xətti seçdi, düzdür? Apply. Bax, xəttlər bir-birlərinə paraleldir. Bir dənə mən xəttlərin qalınlığı bir çıxıl narahat edirdi, onu da həll elədik. Gətirdik xəttləri belə. Bax, match the rule var orada. Fikir versən. O deməkdir ki, qaydalara uyğundur. Əgər arxa tərəf, məsələn, bunu bura taxmayın. Bax, belə eləyirəm. Görsən, qırmızıya tərəf getdi. Və ya belə eləyirəm. Normaldan deyir, qısadır və ya uzundur məntiqində. Belə eləyəndə amma bərabər olur. Aydındır. Aydındır. Gözəl, gəlirik bunu seçməyə. Bu da deyir, gəlirik, klik eləyirik, bu birisini çəkirik. Elədik, götürdük. Bunu da çəkdik. Burada mənim yaşım biraz böyük idi. Problem, o yaşıl olsun da böyük qısa olmağı bu dəqiqə bizim üçün problem deyil. İkisi zaten tam bərabər o mümkün bərabərliyi yoxdur da, düzdürmü? Müəyyən qədər həmişə hansından qısa olacaq. Yəni sadəcə qəbul olunan səviyyə var. Aydındır. Rezistorlarda necə idi daha doğrusu?
Həmişə tolerans var. Həmişə aşağı yuxarılıq var. Amma o bizim dövrəmizə görə qəbul olunandır yoxsa yox? Sual budur. Hazırda qəbul olunur. Hazırda qəbul olunandır. Ona görə davam edin. Götürdük bunları da, gətirdik bura. Hətta belə eləyə bilərik. Bundan bunu tutarıq. Deyək ki, siz bərabər olunursunuz. Siz də bərabər olacaq zaten. Hadi götür. Belə. Götürək bunları biraz daha bu dəfə fərqli cürə yığacaq. Deyək. Tamam, bunlar iyiləşirlər bura problemsiz. Bunu da götürürük. Olur. Bunu götürürük, qoyuruq bura. Yox, burayla. Burasını. Burayla bir eləsin ki, dizayn biraz daha səliqəli görsənsin. Okey, bir 3D-sinə baxaq mı? Hələ üçün. Ancaq problem yoxdur. Tamam, davam edək. Eyni cür differential pair. Buranı seçdik. Okey dedik. İkinci xəttimizi də seçdik. Okey dedik. Gəltirdik bura. Düzdürmü? İndi qaldı bizdə nə? Bizim 5 voltumuz. Yəni 5 voltumuz və GND xəttimiz. Bir də buradan bir xətt qalıb. Buradakı xətti external resistor deyiblər buna qoy. Odur. Problem yoxdur elə. 90 ilə yenə seçərəm mən bunu. Sxemin altından gedəcək mənə. Hə, mikrosxemin altı ilə gedir. Qoy elə oradan getsin. Ən yaxşısı, ən belə səliqəli olan versiyası budur. Arkada buradan 90-a çəkdim ki, biraz belə yumuşaq xətt çəkilsin. Bərabər olması önəmli deyil. Sadəcə olsa daha yaxşıdır. Olmasa da yəni bir problem yoxdur. Gəldik 5 volta. İndi 5 voltları da götürüb diferensialla çəkirik. Bu gün hər şeyi diferensialla çəkirik. Mən nə tövsiyə edirəm? Yox, heç bir qərizliyi yoxdur. Mən nə tövsiyə? Götürürük bir dənə VIA birinci növbədə. Götürürük qoyuruq VIA-nı bura. Görsən, hələ ki VIA istifadə eləməmişdim. Gəlirik bura. Hə, indi mən deyirəm ki, 5 voltların hamısını bir tərəfdən keçirdik. Olur. Все. Bu bizim 5 voltumuz. 5 voltun biri bura gələcək. Şimdi qoyuruq bura. Güc dağılımı yaxşı olmasına əsas istəyirəm ki, 5 voltdan savayı biz problem çəkməyək. Çünki var, sxemlər olur ki, sən 5 voltu çox uzadırsan, 5 volt qırılır. 0.4, buranı 0.5 çox rahatçılıqla edə bilərik. 0.7-yə qaldıraq buranı. Ki, pədləri tam tutsun. Bunun güc dağılımında heç bir şeyi yoxdur. Önəmi yoxdur. Buradan götürərəm. Buradan götürərəm. Birbaşa bura gətirərik. Bunu bura gətirərik birbaşa. Buradakı problemimiz artıq həll olur. Deməli, burada bir dənə də bunların 5 voltları var. Bunlar zaten platanın o biri tərəfindədirlər, düzdürmü? Bəli. Ona görə biz bir də burada yaxşı olar ki, buranı eləyək 0.5, buranı eləyək 0.7. VIA biraz böyük VIA olsun ki, bitki yaşamayaq. Yəni, daha çox sətə çata bilək. Əlbəttə ki, bu da asılıdır nədən? Sən hansı şirkətdən bu PCB-ni sifariş edəcəksənsə, mütləq şəkildə baxmalısan ki, adamlar bu ölçüdə VIA istifadə edə bilirlər, yoxsa öz saytlarında yerləşdirilir 99%. VIA ölçüləri maksimum minimum. Tamam, keçirik aşağı qata.
Hə, orta qatda qaldı bir tanəsi. Bu da buranındır da. Süper də. İndi nə edirik? Bu GND xəttimizə baxırıq. Bax, burada görsən biz GND-ni almışıq müasir altına. GND də biz option GND deyəndə gəlib buradan girəsi deyil. Düzdür? Ona görə bir dənə də GND-yə via qoyuruq ki, GND alt, option GND eləyəndə da bir də onun dərdinə düşməyək. Bunu 5 vaxtdan çıxardıb GND eləyirik. Buranı da 0.5 ilə çəkirik ki, dəfəlik qəşəng gəlsin, tutsun. Bu qatda bir problem varmı bu dəqiqə? Yoxdur məndən. Yoxdur. Keçirik ona görə hara? Keçirik ona görə batıma, aşağı qatımıza düşürük. Götürürük qəşəng qalın məftilərimizə. Gəlirik buradan. 45 ilə. Gəlirik buradan. Bura. Buradan bura. Buradan da bura. Yəni nədir? Xəttləri bəsitləşdirdik, düzdürmü? Bunu belə eləsək daha qəşəng. İndi bir dənə via ilə bunu düşürdəcək aşağı olacaq. Əla. İstənilən birindən düşünə bilərik. Hə, ən yaxın olanla düşürsək həmişə ən yaxşı. Bu 0 neçədir? 7-dir bu. 0.7 ilə də buna bura. Düzdür, burada heç bir mənası yoxdur. Xətt burada 0.5-dir, burada 0.7-dir. Sadəcə bunu eləyirik ki, oradakı 5 voltun xətti biraz daha qalın olsun. Cərəyanda zaten heç bir dəyişiklik verməyəcək zaten. 0.5 ilə götürəcək o cərəyan xətti. Yaxşıdırmı? Əla. Götürək buradan poligonumuzu. Seçək buranı. Gələk bura kimi. Gəldiyimiz nöqtəni yadına saxlayaq. Düz bu buradır. Aha. Gəldik bura kimi. Sonra gəldik bura. Sonra gəldik bura. Buradan belə. Aha, bax, özü dedi buradır. Sonradan biz bərabərləşdirərik. Buradan da gəldik bura kimi. Belə elədik. Fill regiondan gəldik. Board, outline seçdik. Gəldik. Ətraf board sildik. Qaldı bu. Düzdür. Gəldik bura. Buranı biraz belə elədik. Buranı da biraz belə elədik. Qəşəng. Baxaq mı 3D-sinə? Baxaq. İndi buna bir dənə buradan, bir dənə buradan, bir dənə də buradan şurup yeri. Bunu özümüz daha sonra da oturup qəşəng-qəşəng ayarlaya bilərik. Nə edirik? Ümumi ground seçdik. Ümumi sahəmizi seçdik. GND olduğunu təsdiqlədik. Ayarlarına keçdik. Sponkdan Direct'ə gəldik. Sponkdan Direct'ə gəldik. Bunu gördün necə gözəl oldu. Tam tutdu. Bəli. Все. Bir dənə də eləyirik. Arxa üçün. Solid GND top layer, bottom layer eləyirik. Okey vururuq. Remote dedik bir dənə. 2DS-lə tez bozar baxaq. 2DS qabağına. Arxa 2DS. Daha sonra bu onun 3DS deyil. İndi onun 3DS-dir. Arxa fonu biraz açaq. Rəngini. Daha rahat görək deyil. Belə. Bu qədər bəsit.